Ajax, Panathinaikos, Kayrat bu mövsümdə Avropa kuboklarında Azərbaycan klublarının rəqibləri ola bilərlər. İyunun 16-sı və 17-si UEFA-da püşkatma mərasimi keçiriləcək və Azərbaycan klubları öz rəqiblərinin adlarını biləcəklər. Hələ ki çox böyük sırada müxtəlif klublar var ki, bizim Sabah, Qarabağ, Turan Tovuz və Neftçi onlarla qarşılaşa bilər. Şəxsən məndən olsaydı, mən Sabahın rəqibi kimi Qazaxstanın Kayrat klubunu görürəm. Qarabağı Rumıniyanın Universitatea Cluj klubu ilə qarşılaşmasını istərdim. Turan Tovuzun rəqibləri arasında Ajax və Panathinaikos var. Neftçidə isə çox istərdim ki, Qazaxstanın Elimay və yaxud da Montenegronun Mornar klublarından biri düşsün. Amma yenə də gözləyirik püşkatmanı və püşkatmadan sonra artıq şanslar haqqında danışacağıq. Bütün hər bir 4 klubumuza uğurlar. Biz onlardan ancaq qələbə gözləyirik.